Situasiya sualını oxuyuruq yenə. Deyir, müəllim yenə Lotrix yosunun tallomunu tədqiq edən zaman yenə sap şəkilli olduğunu deyibdir. Bir cərgə hüceyrədir və deyir ki, aşağıda yerləşən hüceyrə ilə rəngsiz hüceyrə ilə də substrata yapışdırdığını qeyd edibdir. Yosunu təsvir edibdir və burada ikinci suala baxırıq. Verilən şəklə şərtə əsasən və A bölməsində Lotrix yosununda neçə ədəd nüvə olduğunu hesablayın. Tamam. Burada cavabımızı əsaslandırmağımızı istəyir bizdən. Neçə nüvə vardı Lotrix yosununda? A bölməsinə baxırıq. A bölməsinə görə nə təsvir olunub? 5 ədəd rəngsiz hüceyrəsi olarsa. Təbii ki, bizdə bir dənə rəngsiz hüceyrə verib 5 dəfə də artırmağımızı istəyir bizdən və sonda nəyi soruşur bizdən? Deyir ki, neçə nüvə olduğunu hesablayın. Tək nüvəni soruşurdu. Tamam, biz bilirik ki, bir dənə burada yosunda neçə hüceyrə var? Tapaq. 1, 2, 3, 4, 5, 6, 7 və 8. Digər sualda da saymışdıq biz bunu. Və 8 hüceyrəsi vardı, amma nüvəni soruşursa, rəngsiz hüceyrə də burada yoxdur. Yəni, axırıncı hüceyrəmizdə yapışmağa xidmət edir. Nüvəsi yoxdur. Ona görə 7 götürəcəyik. Və burada 5 dənə rəngsiz hüceyrə varsa, 5 dənə yosun deməkdir. 5-i vurarıq 7-yə, biz 35 ədəd ala bilərik. Deməli, bizim şərtimizə əsasən deyir ki, neçə ədəd nüvə olduğunu hesablayın deyirsə, 5 dənə yosunda hər birində 7 hüceyrə vardı və 35 ədəd nüvə olduğunu tapa bilərik. Düzgün cavab 35, çünki 5 ədəd yosun vardı. Çünki burada bir ədəd rəngsiz hüceyrədirsə, digər hüceyrələr xüsusilə rəngli olur və hər birində də deyir ki, şəklə əsasən tap, hər birində 7 dənə hüceyrə olacaqdır. Baxsaq əgər biz bura, deməli, bu rəngsiz hüceyrəyə qısaca rəngsiz yazaq, rəngsiz hüceyrə, digərləri isə diqqətlə baxsaq rəngli hüceyrə olacaqdır. Yəni, bunlarda nüvə də vardı hər birində və 1, 2, 3, 4, 5, 6, birini də qeyd edək, 7 dənə hüceyrədir və hər birinin üzərində bu qaydada olacaqdır. Onun üçün də burada deməli, hər birini çəkib göstərməyək, birini çəksək, onu 5 dəfə artırmaq olar. Düzgün cavab 35 olacaqdır.